Herkese salam dostlar. Kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar bugünkü videomuzda size ümumi bir video çekeceğim. Hem etli cücələrimizin kilosu ve son durumu, daha sonra aldığımız 100 adet kənd cücələrinin, Xarkov cücələrinin son durumları hakkında məlumat vereceğim. Yəni nə boyda olublar, nə etmişik, nə etməmişik, onlar hakkında məlumat vermək istəyirəm bu videoda. İlk olarak da etli cücələrdən başladım. Bugün etli cücələrimizin 45 günüdür, 46-cı günə keçiblər. Elə tərəzidə əlimdədir. İndi bunları çəkmişəm. Uşaqlar, deməli çəkilərimiz hardasa başlayır 3 kilo 600'den, yəni ən böyükləri 3 kilo 600 neçə qram, sonra 3 kilo 500 neçə qram var, 400 var, 300 var, 200 var. Yəni belə-belə də xoruzlarımız 3 kilo 300'den yukarıda hamısı, maşallah olsun. Fərelərimiz də biraz təbii ki onlara nisbətən daha azdılar. En böyüklərimiz budur. Yəni 46-cı günə Ross 308'lerimizin çəki durumları bu vəziyyətdədir. Hal-hazırda nə yemi verirəm desəz, artıq broiler bitirmə var ha. Yəni broiler böyütmədən biraz böyük. O düyü kimi yem var ha. Onun biraz qalın forması. Odur, deməli qarğıdalı, yarmasıdır və buğdadır. Üçündən qatıram. Hərəsindən bir ölçü. Məsələn, nə qədər tökürsünüzsə, atıram da, nə bilim, bir qaba neçə kilo tökürsünüzsə belə deyim. Məsələn, kilo ondan götürsək, 1 kilo ondan, 1 kilo ondan, 1 kilo ondan, hərəsindən 1 kilo qarışdırıram, eyni ölçüdə verirəm bunlara. Maşallah olsun, qəşəngdə yeyirlər. Artıq bu dövrdə, yəni uşaqlar, bir 40 gündən, 42 gündən sonra bunlarda biraz şey azalır. Yemək azalır. Məsələn, necə deyim? Əvvələ nisbətən daha az qida ilə doyurlar, belə deyim sizlərə. Mən bunu müşahidə eləmişəm. Çünki özüm hər gün bunlara qoyduğum yem çəksin bilirdim. Yəni nə qədər yem qoyduğumu bilirdim. Artıq görürəm ki, o yemi qoyanda bunlar o yemdən hələ artıq da qalır gün içində. Amma təbii ki, bunların xəstə və yaxud da ki, az yeyirlər, az kilo alırlar söhbəti deyil. Yəni yenə normal kilolarında artırmağa gedir. Sadəcə bu dövrlərdə artıq elə bir bədən oturuşurmu, nədirsə, artıq qidaya biraz tələbat azalır əvvəlkinə nisbətən. Vəziyyətləri yaxşıdır. Soruşanlar olar, bunlara hansı dərman verirsən? Heç bir dərman verməmişəm. Cəmi səhv etmirəmsə bir dəfə və yaxud da 2 dəfə elə belə oksitetraskirini su vermişəm. Yəni qarınları ağrımasın niyyəti ilə. Səhv etmirəmsə bir dəfə. Onu da verməsəm də olardı, amma elə belə vermişəm. Vəziyyətləri hələ ki bunların budur, çox da yaxşıdadır. Bax belə uşaqlar, soruşarsınız ki, dükkanda satılanın fərqi nədir? Baxın, görürsünüz, ot yeyirlər, torpaq yeyirlər, qum yeyirlər. Havalar gözəl olduğu müddətcə bunlar gün axşama kimi çöldədirlər. Hətta hava günəş belə çıxmasa artıq bunları buraxıram. Çünki böyüdükləri üçün soyuq da elə təsir eləmir. Yəni gəzirlər, dolanırlar, yeyirlər, içirlər. Vəziyyətləri maşallah olsun ki, budur, baxın. Baxın, orada torpaqda yeyirlər, qumda yeyirlər. Ona görə bunların əti o mağazada satılan broilerlərin ətindən daha dadlı olur. Hətta kənd toyuğuna yaxın olur. Bax, atlanırlar, tullanırlar, gəzirlər, əzəlləri bərkiyir, ətləri bərkiyir. Broiler toyuqları kimi ətləri yumuşaq olmur, biraz bərk olur. Hətta bunları indi 46 günlərdə, 50 günündə, 55 günündə, hətta 60 günündə kəsəndə, inanın mən bunlardan bir dəfə 70 gününə kimi saxlamışam. Onun mən kənd toyuğundan dad fərqi olaraq, ətinin bərkliyi olaraq heç bir fərq bilməmişəm. Yəni kənddən kəsdiyimiz cücə ilə bunun ətində elə bir fərq görməmişəm. Sadəcə bu daha ətli olur. Yəni o qədər yaxşı olur. Yəni saxladıqca ətləri dadlaşır, amma 70 günündən sonra da saxlamağı elə də məsləhət bilmirəm. Çünki ondan sonra biraz ətləri də boşalmağa başlayır 70-75 günündən sonra, hətta 65 günündən sonra belə deyim. Baxır da indi böyümə tempinə. Ətlərində də biraz boşalma baş verir bunların. Həm də ondan sonra artıq ölüm halları da arta bilir. Çünki yüksək çəkiyə dayana bilməyib ölənlər ola bilir. İçində özəlliklə havalar istidirsə əgər. Belə də mehriban cücələrdilər. Belə dostlar, bunlar haqqında bu qədər. Dostlar, bu da bizim 100 adet aldığımız kənd cücələridir. Son vəziyyətləri indi hal-hazırda yaxşı kimidir uşaqlar, amma bunlara hələ 25 günündə lasota təkrar verilməlidir, onu verə bilməmişəm. Çünki bunların birinin içində o qıqqıltı xəstəliyi olur. Ha, cücənin birində o qıqqıltı xəstəliyindən gördüm. Getdim baytara, o da mənə forfinikol, bir də hansı dərmandır bilmirəm, bir şey verdi ki, bəs şeylə, adı nədir, bunu ver, keçib gedəcək. Amma gətirdim, verdiyim o dənə qıqqıldayanı bunların içindən ayırmışam. Onda hələ o xəstəlik keçmədi.
Ümumi də bir ikisində nəsə belə bir təhrik görürəm də, qızdırma falan kimi görürəm. Sizə zaten ilk düzəni alanda demişdim ki, inkubatordan alınan düzələrdə bir ayından sonra xəstəlik gəlir. Yəni əsas o bir ay saxlamaq asan bir şeydir. O bir ayından sonra amma bunlara o xəstəlik gəlir. İndi hal-hazırda mənim düzələrim artıq bugün 27 günlük idi. O 25 günündən sonra, yəni 2 gündə artıq bunlarda nəsə bir ikisində bir təhrik hiss edirəm. Dediyim kimi də, yəni inkubatordan düzə aldınsa bir ayında xəstəlik elə bil hazır olmalısan. Yəni məndə daim belə olub. Yəni məndə inkubatordan düzə alınıbsa belə olub. Öz çıxartdığım düzələrdə də bu problem bəzən yaşanır, amma bu qədər olmur da. Yəni inkubatordan aldığım düzələrin hamısında mən belə görmüşəm də, amma toyuq öz balasını toyuq çıxardanda, öz həyətində çıxardanda belə hallar çox nadir hallarda başıma gəlir. İndi görək bunların vəziyyəti nə olacaq. Hələ ki lasotanı verə bilmirəm, çünki deyir sağlam düzəyə verilməlidir. İndi o verdiyi dərmanda, baytaran da verdiyi dərman artıq verdim, bitdi. Bir dəyişiklik yoxdur, yəni bunlarda. Biraz hava küləklidir, amma gün çıxıb buraxmışam çölə, çünki artıq bunların çölə çıxma zamanında daim o içəridə də alınmır. Yəni çıxıb qum yeməlidir, torpaq yeməlidir, eşələnməlidir. İndi görək də uşaqlar vəziyyətlər necə olacaq. İndi əlimdə pensilin var, oksitetraskilin var. O qıqqıltıya məsələn bilirsiniz ki, oksitetraskilin xeyir eləyir, pensilin də xeyir eləyir. İndi bunlara istəyirəm ki, pensilini su vereyim. Bir gündə, 2 gündə belə yubadım bunların o lasota vaksinin. Yaxud da ki, istəyirəm lasotanı artıq verim. Day nə olar, içində xəstəlik varsa, onlar pis təsir eləyəcəksə eləsin. O lasotadan canım qutarsın, day verim onu. Ondan sonra kesin dərmanlara. İndi hələ ki qərarsız qalmışam. Bilmirəm neyiniyim. Amma indi yəqin ki, bugün sabah artıq bir qərar verməliyəm. İndi o dərmanları dünən axşam qutardı artıq. Bugün səhər adi su qoymuşuq bunlara. İndi hal-hazırda günortadır. İndi bilmirəm, ya axşama lasotalarını verəcəyim, gedəcək, ya da ki bugün də qarışdırıb onlara pensilinli su verərəm. Görüm sabahla bugünü pensilini su verim, görüm bunlarda irəliləyiş var. Varsa düzəlsinlər, sonra lasotanı verərəm. Hələ ki qərar verməmişəm. Yəni bununla da uşaqlar, mən artıq bu inkubatordan düzə almağa tövbə elədim. Mən inkubatordan qətiyyən düzə almıram. Ya mən baytarım yaxşı deyil. Bu belə bir hal yaşananda mənə kömək edə bilmir. Yəni bəzən həqiqətən baytara gedirəm, bu bəzi xəstəliklərdə o qədər yerində mənə dərman verir ki, yəni anında bunlarda düzəlmə yaşanır da. Yəni xəstə olan toyuğumda, düzəmdə. Bəzən də belə durumlarda məsəl üçün gedirsən, verdiyi dərmanın ikisində eyni qaydada vermişəm bunlara, amma düzəlmə olmuyor. Demək ki, yəni xeyir eləmədi də. Ona görə ya mənim baytarım yaxşı deyil, ya da ki bilmirəm vallahi, yəni nə deyim, ya da mən saxlaya bilmirəm belə deyək. O da nə olur, yəni kənd cüzəsini saxlaya bilmirəm. 24 dənə məsələn cüzə saxladım orada. Bir dənə dərman vermədim, nə də bir dənə xəstəlik gəlmədi. Artıq 2 aylığındadılar. Yəni öz toyuğu balası saxlayanda düzdür 24 dənə, yenə də 100 dənə düzə bir deyil, amma yəni öz toyuğumda keçən il çıxarmışam, bir toyuğun yanında 60 dənə düzən var idi. Sapsağlam böyütdüm, sadəcə oksitetraskilinlə böyütdüm. Heç nə də olmadı. Nə lasota vermişdim, nə bir şey vermişdim. Bunlara vaksin də verirsən, nə bilim onu da edirsən, bunu da edirsən, yenə xəstəlik bitməyi bilmir. Amma böyüklükləri, vəziyyətləri budur. Günlüklərinə görə böyüklükləri yaxşıdır bunların hal-hazırda. Burada da içəridə qaranlıq olduğu üçün göstərməyəcək. Yəni buraxmışıq çölə, bura çəpərintisiz zaten külək ilə də tutmur. Burada günün qabağında eşələnsinlər, gəzsinlər, görək vəziyyət nə olur. Dostlar, bunlar da Xarkov və qarışıq cücələrimizdə. Yəni bilirsiniz, burada Xarkov var, bir dənə Brahma var. Daha sonra nə bilim ətçəboyun cücələr var. Ətçəboyun dedim, yəni boğaz tüksüz cücələr var. Sonra nə bilim burada onun içində xəstə gördüyüm cücələri, zəif gördüyüm cücələr nə varsa hamısını atmışam bura. Bilirsiniz, bir dənə dimdiyi əyri cücə var bunun içində. Yəni bunların adını keçən dəfə qoymuşdum. 50'lər qrupu qoymuşdum. Yəni demək olar elədilər. Burada da opşi 40 dənə cücə var. Yəni qısacası 40 ədəddirlər burada da. Bunların vəziyyəti pis deyil, yaxşıdır. Sadəcə oradan bir dənə o qıqqıldayan cücəni keçirmişəm bura. O qıqqıldayan cücə baxın odur. Onu keçirmişəm bura. Sonra nə bilim bir dənə ayağında problem olan var. Bir dənə elə cır balaca qalan var. Bunun ayağında problem var. Nəsə ayağında şişkinlik var. Bir ayağında normal yeriyə bilmir. Nə bilim odur.
ayaqları əyridir, barmaqları əyridir, keçirmişəm bura 100 dənənin içindəydi. Qısacası da bu qrupumuz qarışıqdır, amma bunların anası onlara nisbətən yaxşıdır. Onların anası ümumiyyətlə cücəyə ana veriləsi cücə deyildi, yəni məcburən qaldım, heç bir ana götürmədiyini. Onu verdim, digərləri bilirsiniz yarım çıxdırdılar deyə götürmədilər. Ona verdim məcburən, amma bu ana çox qəşəng saxlayır balalarını. Həm yedirdir, həm gəzdirir cücələri. O ilə ancaq hara gəzir ki, yer tapsın, ora girsin. İndi digər cücələr buradaydı, onları keçirdim. O tərəfdə heyvanlarımızın yeri var idi, çəpərli yer. Toyuq qaqqıldayanda bütün əsəblərim pozulur, ona görə videonu saxlama məcburiyyətinə qaldım. Onu keçirdim heyvanlarımızın yerinə, orada külək tutmayan yerdir, həm də ot filan da var. Onu keçirdim ora, bunları da buraxdım bura ki, hələlik burada gəzsinlər. İstəmirəm bir-birinə qarışsınlar, çünki cücələr hamısı eyni gündür, eyni boylanırlar. Bir-birinə qarışanda tanımayacam da, gah onun cəsi ora qarışacaq, bunun cəsi bura qarışacaq. İstəmirəm qarışsınlar. Ona görə bunlar da burada gəzirlər. Bunlar digərlərə nisbətən daha yaxşıdır, yəni 100 dənəyə nisbətən daha yaxşıdır. Həm say olaraq azdılar ona görə, həm də qəşəng inkişaf edirlər. Özəlliklə Xarkov cücələrinin bir çoxunun inkişafı xoşuma gəldi. Düzdür, Xarkov cücələrimizin çoxu öldü, onu sizə demək lazımdırsa onu deyim də. Yəni 12 dənə cücə öldü, sonra birinin boynu əyridiyini, onun gördüm çox artıq ayaqda qalır. O da öldü. Əzdilər cücələr, o yana bir yana keçdilər, əzdilər, o da öldü. Amma digərləri Xarkovlarımız yaxşıdır. Xarkovların inkişafı xoşuma gəldi, amma pis deyil inkişafı. Hələ ki bu cücələr soyuğa verilib gəlmiş cücələr idi mənə. Soyuğa verilib gəlmişdilər bu cücələr mənə. Yəni tam sağlam cücələr olsaydı bu yerli kənd cücələrə nisbətən inkişafları daha yaxşıdır, daha xoşuma gəldi Xarkov cücələrinin inkişafları. Onda qeyd etmək lazımdırsa, həmişə Xarkovların çox da tərifləmirəm, yəni çünki mən onları cins kimi qəbul eləmirəm, amma cüssü olaraq yaxşı inkişaf elədilər. İçində bir neçəsini görürəm də, çünki çoxu soyuğa verilmişdiyini, digərlərini boydadılar, amma bəzisi içində görürəm ki, qəşəng inkişaf edir, yaxşıdır inkişafları. Belə dostlar, kanalımıza abunə olub videonu bəyənməyi unutmayın. İnşallah növbəti videomuz artıq ördək balalarımızdan bağlı olacaq. Ördək balalarımız çıxıb, onları çəkib göstərəcəyim sizlərə. Ördək balalarımız çıxıb, ördək balalarımızı çəkib göstərəcəyim. Ördək balalarını, ördək balalarını saxlama qaydaları haqqında, həm də görək neçə ədəd ördəyimiz çıxacaq. Onu çəkib paylaşacağım inşallah. Növbəti videomuz o olacaq. Kanalımıza abunə olub bildirimləri açmağı, videonu bəyənməyi, yorum yazmağı da unutmayın zəhmət olmasa. Təşəkkür edirəm hamınıza.